Yaxşı qızım, deyərəm indi, gəlin, sağ-salamat gəlin. Nazim, uşaqlar bizə gəlir. Yaxşı eləyinlər. Xeyirdirmi, sağ-salamatçılıqdır. Vallahi bilmirəm harasından deyim. Bugün uşağın cinsini öyrənməli idilər. Bunlar da indi bu gender partidir, nədir, ondan eləmək istəyirlər. Nə parti, nə danışırsan, başa düşmədim. Uşağın cinsini öyrənmə yığıncağı, elə bil ki, uşağın xəbərini videodan öyrənib, sürpriz fason yaşamaq istəyirlər. Yenə video. Hələ toyda olan o video dəvətnamənin söz-söhbəti qurtarmayıb, indi də gendirdi, mendirdi. Nədir bu video çıxdı? Özləri üçün olan videodur da, nə zərəri var axı? Deməyə söz tapanmıram, vallah. Bizim vaxtımızda gəlinin qarnı birazca bilinən kimi uşaq doğulana qədər nə atasının, nə də qaynatasının qabağına çıxmazdı. Gəncdirlər də ay kişi. İndi ürəkləri belə istəyib. Balalarının ilk xəbərinin xatirə kimi qalmasını istəyirlər. Elə belə abır həya da itib batacaq, elə xatirə kimi qalacaq. Yaxşı sən Allah, harda olsalar çatacaqlar indi. Peşmançılıq yaratma bu şad günlərində. Elə hamısının günahkarı sənsən. Ay elə demə, pis olar. Vay belə eləmə, psixologiyaları pozular. Özü də gedib niyə öz evlərində baxmırlar videolarına? Qızın sənə baxmaq istəyir. Həm deyirlər, bura genişdir. Bura elə videolara baxılacaq qədər geniş deyil. Gəldilər Nazim. Yaxşı, sən əzizlərinin canı, məni peşman eləmə. Kim kimi peşman eləyir görəsən? Siz nə edirsiniz, nəyə baxırsınız, gedin baxın. Məndən işiniz olmasın bicə. Ay, sizi xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Salam. Xoş gəlmişsiniz. Gəlmək olar. Gəlin, keçin. Nə inirsiniz, yenə nə hoqqa çıxartmışsınız? Bu dəfə kimi uçurdursunuz? Biz də sənin kimi heç nə bilmirik, ata. Başdan danışdıq ki, ancaq qaqaş bilsin, videonu hazırlatsın, biz də birlikdə baxıb o həyəcanı yaşadaq. Yaxşı elədiniz, qızım. Bircə məndən işiniz olmasın. Başqa kimə nə edirsiniz, edin. Hamı yerini alsın. Hazırsınız və ta. Hoş geldiniz könlü ümidli, yolu ışıqlı balalarım. Gəlin görək, taleyin bu müqəddəs səhifəsində Zaman bəylə Arzu qızımızın ocağına hansı müjdə yazılıb? Zaman və Arzu. Müjdə gəldi göydən sizə, nur yayılsın evinizə. Arzum budur, bu körpə, sevinç səpsin ömrünüzə. Eşq olsun hər kəsə.